Maraqlı sual izahına baxaq. Belə ki, bizdə ABCD kvadrat verilib, B nöqtəsinin, Y nöqtəsinin koordinatları verilib və C nöqtəsinin koordinatları soruşulur. Deməli, burada nə edirik? Deməli, kvadratın bir bucağı 90 dərəcədir. Bura 90 yaza bilərik. Hər biri 90-dır. Daha sonra B nöqtəsi Y oxu üzərindədir. Y oxu üzərində olarsa x 0-dır və bu uzunluğun özü 8-dir. Eyni zamanda burada da 2 olacaq. Qeyd edək, buranın uzunluğu 8, bura 2. Və biz bu üçbucağa fikir versək, düzbucaqlı üçbucaqdan düzbucaq təpəsindən çəkilmiş hündürlük olanda F-qrid düsturları yada düşməlidir. Bura bir O deyək. AO-nun kvadratı bərabərdir 8 vurulsun 2 F-qrid düsturlarıdır. AO bərabərdir 16, o da bərabərdir 4. Deməli, bu uzunluğumuz bizdə 4 olacaq. Daha sonra D nöqtəsindən bura bir perpendikulyar çəkək. Eyni zamanda buradan da perpendikulyar gətirək. Hansı ki, hipotenüzə baxsınlar. Onda biz hansı figurlara baxacaq? Deməli, bu üçbucağa baxsaq, daha sonra bu üçbucağa baxsaq və bu üçbucağa baxsaq, görürük ki, hər birində hipotenüs kvadratın tərəfinə baxır. Bu da o deməkdir ki, bu üçbucaqlar bərabərdir və bucaqlarda alfa betadır yazaq. Deməli, bucaqlarımızı qeyd edək. Bura alfadırsa, bura betadır. Uyğun olaraq 90-a tamamlandığı üçün onda burada alfa olacaq. Bura 90-dır, bura beta olacaq. Bu formada, daha doğrusu bura alfadırsa, bura beta olacaq. Və bu 90-a görə bura alfa olacaq və bura beta olacaq. İndi baxaq. Burada görürəm ki, alfanın qarşısı 4-dür. Deməli, burada da alfanın qarşısı 4 olacaq. Daha sonra, onda burada 4 olacaq alfaların qarşısı. Burada betanın qarşısı 8 olduğu üçün, axı üçbucaqlar bərabərdir. Onda burada 8 olacaq. Deməli, mən burada 4 yaza bilərəm. Bu da 4 idi. Daha sonra, burada betanın qarşısı 8 olduğunda, burada da betanın qarşısı 8 olmalıdır. Ona görə mən burada 4 yazacağım. Deməli, indi burada C uzunluğuna baxsaq, X oxu üzrə. Başqa rənglə göstərək. Bu X oxu üzrə uzunluğa baxsaq, bu hissəsi 4, bu hissəsi 4. Deməli, X-ına 8 düşəcək. Və eyni zamanda X-i 8 oldu, Y-i da buradan belə indirsək, bu uzunluqla bu uzunluq bərabər olur. Bu da olur 4. Deməli, C-nin koordinatları nə oldu? 8 ilə 4.